oradan para yığıb, millətin çıxıb canlı yayımlarda əxlaqını pozmurlar. Artıq buna son verilməli. Mən bu videomu Mehriban xanıma da, İlham Əliyevə də etiketləyəcəm. Buradan sağ olsunlar. Bundan neçənci dəfə olub ki, videolarımı etiketləmişəm. X-da direkt səhifələrinə. Oradan oxuyub zaten bəzi qaldırdığım məsələlərə də fikirlərini bildirirlər. Buradan üzümü Səidə xanımı tutub deyirəm. Ver məhkəməyə bacım. Ver məhkəməyə məsləkdaşım. Mən səni bəzi şeylərdə eləşdirə bilərəm, sən də mənə eləşdirə bilərsən. Amma nə mən, nə sən, nə də hər hansı bir X biri bizi təhqir etməyə haqqı yoxdur. Kimsənin kimsəni təhqir etməyə haqqı yoxdur. Heç belə atası rəhmətə getməyib, sap-basaq bir atası var. Belə sizə nə? İkinci də keçmişi ilə yenə deyirəm, kimsə kimsəni yargılayamaz. Önce kendi keçmişinize bakacaksınız ve yargılayanlar həmişə öz keçmişiyle başkasının keçmişini eyni tutur. Eyni tuta bilmezsiniz. Eyni tuta bilmezsiniz. Lap belə bu kızın belə əri yoxdur ki, uşağı var. En azından sizlərlə tərəzidə müqayisədə çox öndə durur ki, kız zaten deyir ki, həyat yoldaşım, uşağım olmaya da bilir ya. Boşanmaq çox normaldır. Siz 7'sindən boşana bilərsiniz, o da birindən boşana bilər. Ama bu o esas vermir ki, siz ağzınıza geleni danışmalısınız. Ve efirde milletin evine çıkın. Sosyal medyalar hamısı evimizin içindedir. Bakma diye bilmirsiniz. Ben bugün yolda gelende Sevinç Telman kızının